Orayı girdik oraya. Şəhidlərimizi təmizləyənlər var idi. Yanlara. Masallar idi. 7 nəfər idi. Mən 5-6 oğlan. Dedi ki, bibi, icazə ver biz şey eləyək. Şəhidimizi rahatlayaq. Baxdım klubun içindədir belə. Buradan boğazının yuxarısı yox idi. Sonra baxdım bu İsmail'in bu kolu, bu lüləsi də, bu kolu buradan. Əlimi belə vurdum. Əlimdə ovuldu. Ətin əlimdə ovuldu. İçalatı da ağ qurtlar idi, balaca qurtlar. Bunda 5 yaşı var. Dedi ki, mama, qardaşımı gətirdin, dedim hə. Dedim ama qardaşım nə vəziyyətdə? Dedim, şəhid vəziyyətindədir. Xatırlayırsan Timurçin İsmail'i? Necə qalıb yadında sən İsmail? Yaxşı bir qardaş yadımda qalıb. Başımın üstündə də sən İsmail'in şəkili. Həm də fəxr eləyirsən də yəqin ki, qardaşımın şəhidliyinə. Fəxr edirəm. Amma darıxır həm də qardaşı üçün. Sapoğumun şeyləridir. Ürək düzəldib, ayaqqabıların bağından. Burada da başımın üstündə, bax öz paltarı heç yumamışam elə. Öz şey məktəbdə nə geyinirdi, əyninə geyindi. Paketidir bu. Elə bax burada açıqlığı özüm qoyuram. Bax belə görsən lap ürəyim İlk qoxusunu alırsan, hə? Bunu belə. Paltar da yumamışam. Kursant paltarlarım da. Yumuram elə qoyuram, bax bütün günü burada gedirəm. Görsən biraz özümü toxtuyuram, bir də gedirəm, gəlirəm, yeyirəm, sinəmə basıram belə. Hərə bir cürə bütün şəhidlərimizə Allah rəhmət eləsin. Düzdür, İsmailə biraz başqa cür elə bir faciəvi getdiyinə görə, biraz da yaşı 18 idi. Bəli, gənc şəhidlərimizdən həyatı görmədi. Biraz insanlar mən fikir verirəm ki, hələ bu günə kimi də İsmaili axtarır, gəlirlər, gedirlər. Onun haqqında bütün şəhidlərimiz bizə əzizdir. Yəni fərqi yoxdur. Yaşca böyük olsun, uşaqları olan, amma İsmail biraz faciədə getdi də, onları zəll olsun. Düşmən də olsalar çox pis düşməndilər. Bunu başına gülləni vur at ora, amma o vəziyyətdə eləmək başını kəsmək yəni, qolunu. Bu travma məndən gedəcək. Mən də eşitmədim mən də elə bir böyüklərimi. Yəni getdim birbaş girdim orada, morqa girdim. Amma bəlkə də girməsəydiniz Nativan xanım, sonra da özünüzü ömrü boyu ona görə qınayacaqdınız ki, mən son dəfə oğluma baxmadım. Bəlkə də heç mənim balam deyildi deyəcəydiniz. Mən bu da var, doğru. Bunlar da dedi ki, görsən arada indi deyirlər, deyir, səni saxlamaq olmurdu da, sən o vəziyyətdə deyildin də. Amma bunlara dedim, məni aparmasanız, mən də qəbul etməyəcəm də. Ya da gedib o qəbri eşəcəm, mən oğlumu görmək istəyirəm. Hər nə olur olsun, amma mən o dərəcə düşünmürdüm. Bu şəhidlər ölmür. O yaddaşlarda yaşayacaq, tək İsmail yox. Bu şəhidlərimiz Azərbaycan xalqı durduqca, bizim dövlətimiz durduqca bu şəhidlərimiz əziz olacaq.